Salam uşaqlar. Deməli, 5-dən başlayacağım. Görüm nə qədər gücüm çatsa o qədər izah verəcəm. Siz o qədərin 4-cü günə kimi yazarsınız. Burada artıq düsturlar gəlir. Hansı düsturumuzdur loqaritmanın? A üstü loqaritma, A əsasdan B düsturu. Yəni, uşaq beynində düşünür ki, sanki bununla bu gedir, yerdə nə qalır bu? Başa düşürsünüz. Baxın burada. 3 əsasdan, 3-ün üstü loqaritma 3 əsasdan 5. Sanki bununla bu gedir 5 qalır. Başa düşürsünüzmü? Bu arada burada 3 ilə 5-in yeri dəyişilə də bilər. İndi bizim harda sərf eləyəcək, orada dəyişəcəyik. Deyəcəksiniz ki, bəs müəllimə, bunlarda nə edəcəm? Burada parçalamaqdır da, yəni 3-ün kvadratı bölək, çıxma olduğuna görə bölmə yazırıq. 3-ün üstü loqaritma 3 əsasdan 6. Aydındır uşaqlar? Yəni qələmimi dəyişim. 3-ün kvadratı 9-dur. Sanki bununla bu gedir, burada yerdə 6 qalır. Başa düşürsünüz? Sonra bax, məsəl üçün 11-də isə 9-un kvadratı bölək 9-un üstü loqaritma 3 əsasdan 6, düzdür? İndi deyəcəksiniz ki, müəllimə, burada mən dedim ki, buranla bura eyni olmalıdır. Amma birində 9, o birində 3-dür. Çalışın, buranla buranı bərabərləşdirin. Yuxarı 81, indi 9-un yerinə yazaram 3-ün kvadratı. Loqaritma 3 əsasdan 6. Baxın, diqqətlə qulaq asın. Sonra nə edirsiniz? 81 qalır yerində. Bizim düsturumuz A-nın üstü loqaritma A əsasdan B-dir. Yəni bunun burasında, orasında heç nə qalmalı deyil. Sırf bu formada olmalıdır. Amma görürsünüz, burada 2 mənə manedir. Bu 2, bu 6-ın təpəsinə qoyursunuz. Yəni 3-ün üstü loqaritma 3 əsasdan 6-nın kvadratı. Aydındır. Yəni 81 bölünsün 36. Всё. Başa düşdünüzmü? Elə şeylərə diqqətlə fikir verin də. Yəni burada bir dənə püf nöqtə odur da, nüans odur. Kökdə 2-nin üstü gördünüz, buranla bura eynisə cavab bu olacaq. Və yaxud da ki, 8 nədir? Parçalayırsınız da bunu. 8-in üstü 3-də 2 bölək 8-in üstü loqaritma 2 əsasdan 5. Çıxmadı axı. İndi yenə 8-in yerinə yazırsınız yuxarıda 2-nin kubu, onun üstü 3-də 2. Aşağıda da 8 2-nin kubudur. Loqaritma 2 əsasdan 5-dir. Bu 3 var, bu 3. Bu 3 gələcək 5-in təpəsinə. Bununla bu gedəcək. 2-nin üstü 2 bölünsün. Loqaritma 2-nin üstü loqaritma 2 əsasdan 5. Burada yerdə qalacaq 5. Yəni 4 bölünsün 5. Başa düşürsünüz? Nəbzə tuta bilirsinizmi? Baxın, 26 nömrəli tapşırıqda da 125 5-in kubudur. Onun üstü loqaritma 5 əsasdan 2. İndi bax, burada düsturumuz, belə düsturumuz yoxdur, axı saf qalmalı, təmiz qalmalıdır. 5-in üstü loqaritma 5 əsasdan. Bu 3 gəlir, bu 2-nin təpəsinə olur, 2-nin üstü 3. Başa düşdünüz? Loqaritma 5 əsasdan 5-in üstü loqaritma 5 əsasdan 8 olacaq. Yəni, burada da cavab verəcək mənə neçəni? 8-i. Aydın oldu uşaqlar, başa düşürsünüz? Burada da parçalayırsınız da 10'un kvadratı bölək 10'un üstü 3 LC 5. Burada 3'ü təbii ki, gətirib qoyacaqsınız bunun təpəsinə. Bilirsiniz ki, LC 10'luq loqaritma deməkdir. Bunu mən sizə demişəm. Aydındır. İndi deyəcəksiniz ki, müəllimə, bəs bu nədir? Bu nədir uşaqlar? Qoy onu mən sizə izahım verim. Bu o deməkdir ki, LG loqaritma 2 əsasdan 4-ün kvadratı deməkdir. Yəni, loqaritma 2 əsasdan 4 mənə neçə verir? 2. Onun da kvadratı 4. Yəni, 8-in üstü 2 çıxılsın 4. Yəni, 8-in üstü mənfi 2, o da eləyəcək mənfi 64-də 1. Başa düşürsünüz? Mənfi 64-də 1 nədir? 64-də 1. Aydın olurmu uşaqlar sizə bunlar? Sonra görün burada fərqli nələr var. Bax, bu bayaqkına, indi vurma olan, toplama olanda vurma olacaq. Y-nin üstü elən 3. Burada başa düşdünüz? Yəni, Y-nin kvadratı vuraq. Təbii ki, bununla sanki bu gedir, burada qalacaq 3. Bildinizmi? Məsələn, burada da 8 2-nin kubudur. Loqaritma 2 əsasdan 5, 3 gələcək bunun təpəsində ki, biz o düsturu tətbiq edə bilək. Yəni, yanında, yörəsində heç nə olmasın. Elə şeylərə diqqət edin. Bölmələrə uyğundur. Dedim, nümunə, məncə burada fərqli bir şey qalmadı. Baxın, buna gəlin baxın. Burada loqaritma 5 əsasdan 3-dür. Vuraq, loqaritma LC 5-də 10 əsasdan 5 deməkdir. Burada bu loqaritmada belə bir xassə var ki, vurmada sanki ixtisar kimi düşünəcəksin. Elə bir bununla bu gedir. O da indi sübut edəcəməyə hardan gəlir onu göstərəcəm sizə. Qalacaq burada
Onun üstü loqaritma məxrəcdə qaldı 10, sürətdə qaldı 3. Bu da mənə verəcək elə 3-ü. İndi mən sizə bunun niyə belə olduğunu bir dənə onu göstəreyim, hardan gəldi. Bizdə belə bir düstur var ki, məsələn, loqaritma A əsasdan B-yi üçüncü bir loqaritmli, yəni üçüncü bir loqaritmadan istifadə edə bilərək üçüncü bir əsasdan. Yəni başqa bir əsasa gətirməklə. Necə? A əsasından fərqli bir əsasa gətirməklə. Yaza bilərəm loqaritma C əsasdan B bölünsün loqaritma C əsasdan A kimi yaza bilərəm. Bax mən bunu. Yəni loqaritma 5 əsasdan 6-nı loqaritma məsəl üçün ürəyim nə istəyir? 3 əsasdan 6 bölünsün loqaritma 3 əsasdan 5 kimi yaza bilərəm. Başa düşürsünüz nə demək istəyirəm? İndi baxın sizə onu sübut edəcəm. Məsələn, bunu düzəldəcəm. Baxın, bərabərdir. Onun üstü. Loqaritma 5 əsasdan 3-ün yerinə yazaram özümdən bir şey. Ən çox burada onluq loqaritmadan istifadə edilir ki, qəşəng alınır deyənə. Elcə 3 bölünsün elcə 5. Vuraq. Bu loqaritmanın yerinə yazaram. Elcə 5 bölünsün elcə 10. Gördünüz? Bununla bu getdi. Qaldı burada 10 üstü. Elcə 10 məxrəcdə, elcə 3 də sürətdə. Bu da elə mənə nə deyir? Nə verir? 10 üstü loqaritma 10 əsasdan 3 verir. Bu düsturları biraz çaşacaqsınız, amma inşallah ki öyrəşərsiniz. Bacardığım qədər sizdə öyrəşdirəcəm. Yine baxın burada da. Bax, loqaritma 3 əsasdan 4 vuraq. Loqaritma bu əsasdan E əsasdan 3-dür. Bildiniz, bu 3 ilə 3 gedir. Y-nin üstü loqaritma qalacaq burada E əsasdan 4. Bacardığım qədər öyrətəcəm sizə. Başqa nə edə bilərəm uşaqlar? Bilmirəm. Sonra elə baxıram ki, görüm harda biraz fərqlilik var. Deyə buraya baxın, bu da ondandır. Qalacaq 3-ün üstü loqaritma 3 əsasdan 7 kimi. Sonra belə, bu getdi belə. 5 nömrəli tapşırıq 40 dənə sualdır. İnşallah ki yazarsınız. Məncə elə çətin sualları yoxdur. Sonra 6-ya baxaq. Baxın, 3-ün üstü loqaritma 3 əsasdan 7. 3 ilə 3 gedir, burada qalır 7. Yəni 1 ilə 7 toplayanda edir 8. 8-in üstü loqaritma 8 əsasdan 9. Bu gedir, qalır burada 9. Mənə 9-u verir. Gördünüzmü? Sonra burada da eyni prosesdir. Burada bir dənə baxın. Burada 7 ilə 5-in yerini dəyişə bilərsiniz. 5-in üstü loqaritma 3 əsasdan 7 çıxaq. 5-in üstü loqaritma 3 əsasdan 7. Bu da mənə 0-ı verəcək. Aydındır. Bu da əslində eynən bunun kimdir. Prosta kök altı olduğuna görə biraz şey gedir, uzun gedir. Amma çalışın özünüz yazında necə uzun gedir. Elə bir ki, loqaritma 5 əsasdan 6, 10 üstü 2-də 1 kimi yazılır da. Burada da çıxılsın 6 üstü loqaritma 6 əsasdan 5, bu da 10 üstü 2-də 1 kimi yazılır. Yəni bunun kök altı versiyasıdır. Əslində bu ifadə ilə bu ifadə yenə deyirəm elə bir-birinə bərabərdir. Yəni ikisi də eyni nəticəni verəcək. Sonra burada da yenə baxın 7 ilə 7 gedir 2, 3-ün üstünə 2 gəlirəm edəcək 5. 5-in üstü loqaritma 5 əsasdan 36. Bununla bu gedir 36-nı verir. Təzədən 9-da 5-i də vuracaqsınız 36-ya. Aydındır. Qalanlarda da baxın. Burada da baxın. Görürsünüz heç nə eləmək olmur. Amma 10 ilə 11-in yerini dəyişsəm 11-in üstü loqaritma 2 əsasdan 10 çıxaq 11-in üstü loqaritma 2 əsasdan 10 eyni şey verir. Gördünüz? Cavab eləyəcək 0. Sonra baxıram fərqli bir şey burada görə bilmirəm. Qalan hamısı elə bundandır. Özünüz görüm hesablaya biləcəksiniz. Hesablamadır da. Onda 1 mənfi 1-dir. 3 əsasdan 81 artıq bilməsi mənfi 4-dür. Mənfi 5-ə vuranda müsbət 20 olacaq. Hətta bunları hesablayın da. Yəni bu hesablamadır bunlar. Sonra deməli 5, 6. Görüm nə qalacaq burada. Hələ çox qalacaq. Hə? Sonra 7-ni də verim. 7 də hesablamadır. Uşaqlar 7-ni də verəcəm. 7 də hesablamadır. Bəlkə 8-i də verdim. Hə, 7 ilə 8-i verim. Qalan qalsın. Uşaqlar 7-ni də verim. 8-i də verim. Çünki hesablamadır bunlar. Baxın 3 əsasdan 81 4-dür. Loqaritma 2 əsasdan 4 2-ni verəcək. 2-ni 3-ə vuranda 6. Gördünüz. İçəri hesablayacaqsınız. 2-də 1 əsasdan 16-da 1 4 verəcək. 3 əsasdan 243 bilmirəm neçə edir.
4, 5 eləməlidir. 4 ilə 5 toplayanda 9. Yəni 3 əsasdan 9 mənə 2-ni verir. 5-i 2-yə vuracam 10. Başa düşürsünüz? Bunları hesablayacaq. Bunlar hamısı hesablamalardır. Addım-addım gedib hesablayacaqsınız. Sonra 8-i də niyə verdim uşaqlar? Loqaritmanın belə bir xassəsi var ki, eyni əsasdan olanda toplayanda vururuq, böləndə çıxanda bölürük. Yəni 15 əsasdan 3-ü 5-ə vuranda 15 eləyəcək 1. Yəni loqaritma 30 əsasdan 6 vurulsun 150 eləyəcək 900. Yəni burada da loqaritma 2 əsasdan 80-i 5-ə böləcək 16, bu da eləyəcək 4. Loqaritma 3 əsasdan 18-i 2-yə böləcəm 9. Bildiniz? Hamısı bunlardır. Tək edin, özünüz yazın. Yaxşı. Məsələn, burada LG 300-ü 3-ə böləndə 100. Bu da eləyəcək 2. Yaxşı mı? Şu. Bəsdir, 8-ə qədər verirəm.